Sobasız tavada heç bir qab bulaşmadan 15 dəqiqə şirniyyat hazırladım. Çox yumuşaqdır. Dadı, şirnisi, yumuşaqlığı çox möhtəşəmdir. 50 qram kərə yağını tavada əridirəm. Üzərinə 100 qram şəkər əlavə edib qatışdırıram. Hər bir şey tez-tez olmalıdır. Bir yumurtanı töküb qatışdırıram. 80 ml süd bizə lazımdır. 20 qram kakao qatışdırıram. 70 qram un əlavə edib və ən axırda soda əlavə edib yaxşıca qatışdırıram. Qatışdırıb kənarlarını düzəldib tam balaca xodda qapağı bağlayıb bişirirəm. 100 ml qaynar suyun üzərinə bir xörək qaşığı qatlaşmış süd töküb qatışdırdım. Onu da tökdüm hazır olan biskvitin üzərinə və saxlayıram. Bir 5 dəqiqə 10 dəqiqə dinlənsin. Kim istəsə sadə qalsın, kim istəsə üzərinə ya şokolad ya da krem sürtsün. Abunə olub like qoymağı unutmayın. Təşəkkürlər. Sözlə deyə bilmərəm, başa sala bilmərəm. Hazırlayın, dadını özünüz görəcəksiniz. Bir sözlə çox möhtəşəmdir. Siz də hazırlayın, nuş olsun.